Salam, hər vaxtınız xeyirli olsun. Masazırda 2 mərtəbəli 5 otaqlı monolit betonlu, sənədləri tam qaydasında olan, üst görüntüsü belə həyət evi satışdadır. Ev tam təmirli vəziyyətdədir. Tikilisi çox keyfiyyətli bir tikilisi var. Evin yan tərəfinə, arxa tərəfinə də keçməyə yeri var. Kürsülüdür, zirzəmisi var. Bax, belə bir geniş həyəti qalıbdır. Ev onu deyim ki 2 sot torpaq sahəsində, hətta 2 sotdan da artıq torpaq sahəsində tikilibdir. Evin bax bu yan tərəfinə də və eləcə də arxa tərəfinə də keçməyə yeri var. Onu da bir göstərim. Kombi aparatı üçündə də yeri bax bu ərazidə buradadır. Bax, evin arxa tərəfi. Kombi aparatının isə yeri bura nəzərdə tutulubdur. Bir daha qeyd edim ki, evin sənədləri tam qaydasındadır. Evin də torpağında sənəd var. İpoteka ilə də ev almaq istəyənlər bu evi asanlıqla əldə edə bilərlər. Bir daha evin həyətini göstərim. Qeyd edim ki, evin tikintisi çox gözəl keyfiyyətli və geniş işıqlı otaqları var. Bax, bura dəhlizi, geniş bir dəhlizi var. İkinci mərtəbəyə qalxması pilləkəni, pilləkənin altında qardırob yerləşir. Onu da göstərim ki, ev asma tavanla tikilibdir. Asma tavanlıdır. Bax, bura geniş bir zal otağı. Yeni bir pəncərəsi göründük. Otaqların hər birində kondisioner üçün işıq xətti çəkilibdir. İsitmə sistemi kombi sistemidir və hər bir otaqda da TV üçün də işıq xətti çəkilibdir. Bura zal otağı, geniş bir zal otağıdır. Otaqların hər birinə gün işığı düşür. Bura ikinci bir otağı. Birinci mərtəbədə. Bura isə mətbəxi. Belə bir geniş mətbəxi var. Çox gözəl səliqəli iş görülübdür evdə. Onu da deyim ki, evin tikintisi, evin pəncərəsi öz həyətinə baxır. Evin tikintisi də çox gözəl, keyfiyyətli materiallardan istifadə olunubdur və birinci mərtəbədə yerləşən hamam otağı, metlaq kafelli. Bir daha qeyd edim ki, sənədlər də tam qaydasındadır. İkinci mərtəbəyə qalxaq və onu da qeyd edim ki, evin başlanğıc qiyməti 120 min manat deyilir. Real alıcı endirim olunacaq. Bura balkonu, evin geniş bir balkonu var. İkinci mərtəbədə də göründüyü kimi geniş bir dəhlizi. İlk öncə bu otaqdan başlayaq. Bax, geniş bir otağı. Qeyd etdim ki, kondisioner üstündə işıq xətti çəkilir və TV üstündə işıq xəttləri çəkilibdir. Bura ikinci bir yataq otağı, ikinci mərtəbədə göründüyü kimi ev tam təmirli vəziyyətdədir və bir da elə yaxındakı onu da göstərim ki, burada ikinci mərtəbədə yerləşən hamam otağıdır. Geniş bir hamam otağı, metlaq kafelli. Və üçüncü otaq ikinci mərtəbədə geniş bir göründüyü kimi yataq otaqlarıdır. 5 otaqdan ibarətdir. Sənədlər tam qaydasındadır. İpoteka ilə də almaq olar bu evi. Başlanğıc qiymətdə 120 min manat deyilir. Bu ev haqqında əlavə məlumat almaq istəyənlər aşağıda və ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.